Hər vaxtın xeyir olsun. Çinarə ilə dediyin kimi ABŞ prezidenti Donald Trump yeni vergi tariflərini açıqlayıb və deyilənə görə təqdim olunan informasiyaya əsasən yeni gömrük rüsumlarının dərəcələri 10-50% arasında dəyişəcək. ABŞ və digər ölkələr arasında qarşılıqlı şəkildə bu proses tətbiq olunacaq və Azərbaycan da 10% gömrük rüsumunun tətbiq olunacağı ölkələr siyahısındadır. Həm Azərbaycana idxal olunan, həm də Azərbaycanın ixrac olunan məhsulların qiymətlərində dəyişiklik ola bilər və elə artıq əldə etdiyimiz informasiyaya əsasən prosesdən ən çox təsirlənən məhsullardan biri də qiymətli metal olan qızıldır ki, onun da artıq qiyməti dünyada bahalaşıb və bir unsiyasının qiyməti tarixdə ilk dəfə olaraq 3200 dollara keçib. Ümumiyyətlə, tətbiq olunan tarif 10%lik gömrük rüsumu dərəcəsi Azərbaycana hansı formada təsir göstərəcək, hansı məhsulların qiymətlərində artım ola bilər? Bununla bağlı detalları hazırda qonağım iqtisadçı Elçin Rəşidovdan alacaq. Xoş gördük Elçin bəy. Buyurun detalları sizdən eşidək. Xoş gördük. Yəni tətbiq olunan rüsum dərəcəsi bizdə qiymətləri qaldırmayacaqdır və bütün rüsum dərəcələri ABŞ-da qiymətləri qaldıracağı hesab olunur. Qızılın qiymətinə gəldikdə təbii ki, o paralel olaraq ayrıca qiyməti qalxır və biz qızılın ixracatçısı olaraq biz bundan faydalanırıq. Necə ki, neftin qiymətinin artmasından. Yəni o məsələ elədir. Qaldı Azərbaycanın ixracına necə təsir edəcəkdir və iqtisadiyyata necə təsir edəcəkdir. Sırf bu gömrük rüsumundan söhbət gedirsə, yəni Azərbaycana tətbiq edilən rüsum minimumdur. Azərbaycanla ABŞ arasında ümumiyyətlə ticarət məqsədiyim biz onlardan yüksək texnologiya alırıq hər yerdəki kimi. Bizim iqtisadiyyat daha primitiv olduğuna görə biz onlara xamal satırıq və başqa ölkələrdə o cümlədən. Və belə bir fonda bizim digər bəzi rəqiblərimizə daha yüksək yəni idxal rüsumu qoyması ABŞ-ın bizim üçün avantajdır. Bu demək ki, biz ABŞ üçün gələcəkdə daha çox ixrac edə biləcəyik. Bizim ABŞ-la hal-hazırda ticarət balansımızda da ciddi problemlər var idi. Biz daha çox idxal edirdik və ixracatımızda azalma var idi və bunun əsas ciddi səbəblərindən biri də bizdə baş verən inflyasiya idi ki, ABŞ-da inflyasiya aşağı idi və onların bizdə isə inflyasiya yüksək idi həmişə ABŞ-a nisbətən, amma manatla bu dolların qiyməti sabit qalırdı. Manatın isə dəyəri düşürdü dollara nisbətən. Və buna görə də təbii ki, biz orada ixrac edə bilmirdik, daha çox ABŞ-dan idxal etməli olurduq. Yəni, bu bizim təkcə ABC-da yox, digər ölkələrdə də ticarət balansımıza mənfi təsir edən amildir. Və indi yəni o imkan var ki, heç olmasa bir balaca onu kompensasiya edək. Çünki bizə tətbiq olunan idxal rüsumu minimumdur və biz başqa ölkələrə nisbətdə daha az idxal rüsumuna məruz qalırıq və onlara daha çox idxal rüsumu qoyduğuna görə onların ABŞ-a ixrac etmələrində daha çox çətinlik yaranacaq və biz onların daha çox çətinlik yaranmasından Azərbaycan udacaqdır. Biz burada yəni uduşlu tərəfik. Təşəkkürlər. Çox sağ olun bizim üçün məsələni analiz etdiyiniz üçün. Bir daha xatırladım ki, artıq ABŞ prezidenti Donald Trump yeni tarifləri açıqlayıb və Azərbaycan ABŞ ilə, yəni ABŞ daha doğrusu Azərbaycan 10%lik rüsumun tətbiq olunduğu ölkələr siyahısındadır. Yəni bizə tətbiq olunan rüsum ən minimumdur və bu baxımdan da aydın oldu ki, elə də böyük bir bahalaşma yəni söz mövzu deyil və bu baxımdan da narahatlığa o qədər də böyük əsas yoxdur. Çatdıra biləcəyimiz informasiyalar bu qədər. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə, məsələyə aydınlıq gətirdiyin üçün iqtisadçı ilə birgə